Salam dəyərli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugün sizlər üçün yazın ən ləzzətli yeməklərindən birini hazırlayacağım. Əminəm ki, siz də bu yeməyi çox bəyənəcəksiniz. Ətri bütün evi bürüyən, olduqca dadlı yemək alınır. Bu yeməyi hazırlamaq üçün 3 ədəd orta ölçülü badımcandan istifadə edirəm. Badımcanın qabığını soyub halqa formasında doğrayıram. Badımcan acı olmadığı üçün duzlamıram. Əgər acı badımcan olarsa, duzlayıb biraz saxlayın ki, acılığı çıxsın. Toyuq ətini də gördüyünüz kimi əvvəlcədən yuyub doğramışam. Eləcə də 3 ədəd biberdən istifadə edirəm. Rəngli biberlərdən də istifadə etmək olar. Mən ancaq yaşıl biberdən istifadə etdim. Uzunsov formada biberləri doğrayıram. Daha sonra tavanın içərisinə yağ tökürəm. Yağ qızdıqdan sonra badımcanları tavanın içərisinə yığıram. Çox da yağ tökmürəm. Bu yeməyi hazırlayan zaman badımcan özünə yağı çox çəkir. Çalışın ki, az yağda qızardın. Daha sonra yemək yağlı alınmasın. Badımcanları biraz qızartdıqdan sonra biberləri tökürəm. Biberləri də biraz qızardıram. Və ocaqdan götürürəm. Daha sonra tavanın içərisinə yağ tökürəm. Doğradığım toyuq ətlərini tavanın içərisinə əlavə edirəm. Üzərinə zövqə görə duz tökürəm. Tez-tez qarışdırıram. Ətlər biraz bişdikdən sonra 2 ədəd soğanı halqa formasında doğrayıb ətlərin üzərinə əlavə edirəm. Və soğanla əti birlikdə qızıl rəng alana qədər qovururam. Beləcə qovurulduqdan sonra üzərinə 2 ədəd qabığını soyub xırda doğradığım pomidorları tökürəm. Biraz qarışdırdıqdan sonra digər ərzaqları da üzərinə əlavə edirəm. Yeməyin üzərinə zövqə görə duz, qara isot tökürəm. Eləcə də 1 stəkan qaynar su əlavə edib tavanın qapağını örtürəm və vam odda bütün ərzaqlar bişənə qədər qaynadıram. Yeməyimiz bişib hazır olana yaxın içərisinə bir diş xırda doğradığım sarımsağı tökürəm. Biraz qarışdırıram. Daha sonra yeməyin üzərinə 3-4 ədəd qara reyhan qoyuram. Ağ reyhan da istifadə edə bilərsiniz. Və tavanın qapağını örtürəm. Vam odda 1-2 dəqiqədə sarımsağın, reyhanın ətri çıxana qədər bişirirəm. Yemək hazır olduqdan sonra ocağı söndürürəm. Daha sonra isə süfrəyə təqdim edə bilərsiniz. Əziz xanımlar, əgər siz də mənim yeməyimi, kanalımı bəyəndinizsə, mənə abunə olub dəstək olmağı unutmayın. Hazırlayacaq olan hər kəsə nuş olsun. Sağ olun, görüşərik.